En güzel sualdır bu. Necə olur ailə xoşbəxt? Cavabsa birdir əslində, sadə. Amma dərin həqiqət. Evdə səs-küdava yoxdursa, qeybət yan otağa girmirsə, ana hər gün yemək bişirib balalarını süfrəyə yığırsa, xoşbəxtlik belə olur, pulla olmur, canım olmur. Bir qazanda qaynayan şorba min saraydan artıq durur. Demli çay süfrəyə gəlirsə, soyuq söz ürəyə dəymirsə, hamı yandan gəlir, gedir dünyaya. Belə ev dünyada ən varlı ilədir, biləsən. Qazanda xörək yazda olsa, paylaşanda çox görünür. Allah nə məsləhət bilibsə, o süfrədə bərəkət olur. Var dövlət artdıqca bəzən adamı günaha sürür. Şeytan ürəklərə girəndə təkəbbür insanı kör edir.